Belə bir sualın izahına baxaq. İlk öncə deyir ki, A kiçikdir 0 kiçikdir B. Yəni A mənfi ədəd, B isə müsbət ədəddir. Bizə verib kök adda A kvadratı ilk öncə. Kök adda A kvadratı yadınızda saxlayın. Əgər burada içəridəki ifadə mənfi bir ədəddirsə, bunlar ixtisar olunduqdan sonra qarşıya mənfi olaraq keçir. İndi keçək bir yana. B çıx A. B'miz bir müsbət ədəd. A-mız da bir mənfi ədəd olsa, məsələn 4 çıx mənfi 2. Buranın ifadəsi tamamilə müsbət verir. Modulun daxili müsbət olduğu üçün necə var, elə də çıxır. Şöyle. İndi gəldik B-yə. B-miz müsbətdir. Moduldan necə var, elə də çıxacaq. Deməli, mənfi A-dan A çıxaram. Mənfi 2A. Müsbət B-dən B çıxaram. Cavab eləyər. Yəni, ifadənin üzərində 0 gəlmiş olar. İndi isə nəyə baxaq? Yadınızda saxlayın. A kiçik 0 olarsa, kök altında A kvadratından çölə çıxan mənfi ad. Niyə? Çünki A-nın özü mənfidir. Çölə biz qarşıya bir mənfi atmalıyıq ki, ifadənin qarşısına. 2 mənfi bir-birini müsbətə çevirsin. Amma 3-cü dərəcədən A kubu kimi ifadə versə, dərəcələr gedir, sadəcə A çıxır çölə. Deməli, cüt dərəcədən çölə çıxartdıqda qarşıya mənfi atırıq. Tək dərəcədən çölə çıxartdıqda isə olduğu kimi kökdən azad edə bilirik. Bu qədər.